İnşallah. Allah'ın salamı olsun Həzrəti Hürrün aşıqlarının üzərinə. Kərbəlanın ilk şəhidi Həzrəti Hürr Kərbəladan təxminən 6-7 kilometr aralıda dəfn olunur və burada dəfn olunmasının səbəblərindən biri budur ki, Həzrəti Hürr Bəni Əsəd qəbiləsinin başçısı idi və Kərbəlada şəhid olandan sonra gətirdilər, Bəni Əsəd qəbiləsi gətirdi, öz qəbiləsinin içərisində dəfn elədilər Həzrəti Hürrü və bu yerdə dəfn olundu və inşallah Allahın köməyi ilə zəvvarlarımız bu yerdə Həzrəti Hürrü Yezd ibn Riyahini ziyarət edirlər. Allah Teala hər kim ziyarətin həsrətindən çəkər, Allah Teala ziyarəti nəsib eləsin. Allah Teala bütün Azərbaycanın xalqımıza, Azərbaycanımızın cavanlarına, Azərbaycanımızın əskərlərinə, Azərbaycanımızın zabitlərinə Həzrəti Hürrün şücaətindən nəsib eləsin inşallah. Onun kimi meydanlarda döyüşən sərkərdə olsunlar inşallah. Allah bütün şəhidlərimizin ruhların şad eləsin inşallah. Vəssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.